Bugün biz dostlar Balıqxanı kəndində gözəl, məşhur klarnet ifaçısı Xəyal İlyasın qonağıyıq. Və indi isə içəri daxil olaq, maraqlı söhbətləri sizinlə bölüşək. Bugün biz dostlar Balıqxanı kəndinin qonağıyıq. Bilirsiniz ki, Balıqxanı kəndi də çox dəyərli musiqiçilər yetişdirir və bugün Xəyal İlyasın qonağıyıq. Xəyal müəllim də bilirsiniz ki, məşhur klarnet ifaçısıdır. Xüsusən də Bakı kəndlərində sevilir. Xəyal müəllim, hər vaxtınız xeyir olsun, salamlayırıq sizi. Xoş gəlmişsiniz siz də bizim kəndə. Necə deyərlər, həmişə gözünüzdə yeriniz var. Çox sağ olun. Allah sizdən razı olsun, işləriniz avamda olsun. Biz qulluğunuzdayıq. Çox sağ olun. Mən ilk sual belə vermək istəyərdim ki, tamaşaçılar da maraqlıdır təbii ki. Özünüz haqqında istəyən danışırsınız bizə. Mən Balıqxanı kəndində doğulub böyümüşəm. Balıqxanı kəndində yaşayıram. İndi Allah Taala inşallah qismət nə qədər ömür verib, inşallah kəndimizdə də gələcəkdə yaşamaq fikrim var. 13 yaşımdan bu kənddə toylara, xırda nişanlara, məclislərə dəvət almışam. Hələ bu kənddə belə böyüyə-böyüyə həm özüm, həm də musiqi barəsində. Ustadım bu kənddəndir. Allah ona can sağlığı versin. Çingiz Əliyev. Gözəl nəfəs alətləri ifaçısı. 6 yaşından onun tələbəsi olmuşam. Hələ ta bu günə kimi də, yəni ki, nəyisə bilməyəndə və yaxud da nəyisə sual altında qalanda ustadım, məsləhət alıram ustadım, yəni. Tək Çingiz Əliyev yox, Rəsul qardaşım, onu da qeyd eləmək istəyirəm ki, Balıqxanı kəndinin böyük sənətkarları olur. Başda Cahangir bizim böyük bəstəkarımız. Bəli. Gözəl klarnet ifaçısı Vəli Qədimov, Balıqxanı kəndində. Sıdıqı Mustafayev, İrs Folklor Ansamblının bədii rəhbəri. Mənim uşaqlığım da onun yanında keçib. İrs Folklor Ansamblında, yəni simli alətlər ifaçısı olur. Çox gözəl, yəni bizim sənətkarlarımız olur. Bugün də var. Yəni mən bir adlarını sadalamaq istəmirəm. Yəni çoxdular maşallah. Gözəl klarnet ifaçılarımız var. Gözəl qarmon ifaçılar. Sonra inciyərlər sizə. Hə, sonra inciyərlər ki, çünki biraz kameranın qabağında danışmaq biraz. İndi biz öyrəşməmişik ona hər gün kameranın qabağında danışmaq. Yəni bu gün də var, gələcək nəsil də var. Yəni bizdən sonra gələn nəsil də var. Onun üçün də çalışırıq ki, bizdən sonra gələn nəsildə, yəni biz necə böyük sənətkarlarımıza qulaq asmışıq, öyrənmişik və biz də bizdən sonra gələn nəsil üçün çalışırıq ki, əlimizdən gələni onlar üçün eləyək. Onlar da yəni gələcəkdə bizim kəndin, Bakının, ümumi Azərbaycanımıza layiqli, yəni musiqiçilər olsunlar, inşallah Allahın köməyi eləyib. Maraqlıdır ki, siz təhsiliniz haqqında bizə danışardınız. Mənim təhsilim, mən Bülbül adına musiqi məktəbini bitirmişəm. Nə gözəl, maşallah. Sonra Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini bitirmişəm. Yəni musiqi ilə uşaqlıqdan məşğulam. Uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Ta bu günə kimi yəni özümü musiqisiz görmürəm. Musiqi elə bir şeydir ki, böyüklər deyirdi, o vaxt biz ona inanmırdıq. Amma indi yaş üstə gəlir yaş, adam bir xəstəlikdir. Yəni ondan uzaq, onu əgər sevdinsə, musiqini sevdinsə, ondan ayrılmaq çətin bir şey. Bəli. Tələbələriniz necə bəs? Var, tələbələrim də var. Ümumiyyətlə maraq necədir? Şükür Allah ki, sırf mən ümumi danışmayacağım, sırf Bakı klarnet ifaçılığından danışmaq istəyirəm. Şükür Allah ki, Bakı klarnet ifaçılığı bu günləri yəni belə deyək də gündəmdədir. Cəmaatımız istəyir.
Və bu günlərdə sırf bizim Bakı klarnet ifaçılığına yəni gələn cavanlar çoxdur və bu günləri onlarda istedadlılar da var, yəni arada olanlar da var. Hansılar ki, bu gün görürük cavanlar, Allah onların da yollarını açıq eləsin inşallah. Yəni gözəldir, yaxşıdır. Əslində bu tək bir nəfərin işi deyil. Bütün Bakının kəndlərində, yəni mən sırf Bakı klarnet ifaçılığından danışıram. Yəni özünüz bilirsiniz ki, bizim bölgələrimizdə də gözəl klarnet ifaçılarımız var. Sözsüz, təbii ki. Yəni çox mənim dostlarım var, hansılar ki, gözəl sənətkarlardır. Amma sırf biz Bakı klarnet ifaçısı olduğumuza görə mən bu yolla danışıram. Yəni yaxşıdır. Cavanlar var, istedadlı cavanlar var. Bizim kəndimizdə də var, qıraq kəndlərdə də var. Bunun da səbəbi odur ki, bizim nəsil, bizdən biraz böyük nəsil klarnet ifaçıları yəni sevdirə biliblər o cavanlara. Yəni Bakımızın 32 kəndi var. 32 kənddə də hər kənddə ən azından bir dənə, iki dənə usta var. Klarnet ifaçısı. Hamısı da ki, maşallah, Allah hamısına can sağlığı versin. Hamısı da maşallah gözəl sənətkardır. Hamısı biri-birindən gözəl sənətkarlarımızdır. Və ona görə də cavanlar görür onu, maral, yəni yaranır. O da çox gözəl bir şey. Musiqidən danışmışkən, sizcə bayağı musiqilərə niyə görə belə tələbat çoxalıb? Real danışsaq. Bayağı musiqiyə... Siz daha çox ümumiyyətlə, belə deyək də, Bakı toylarında daha çox olursunuz. Şükür Allah ki, yəni ki, Bakı kəndlərindən danışırıq, Abşerondan danışırıqsa, yəni ki, o bayağı musiqiləri bizlərə ki, çalışırıq o bizim toylarımıza, yəni buraxmayaq, çalışırıq. Bayağı musiqi niyə bəyənilir? Çünki tez qavranılır. Başa düşürsünüz, tez qavranılır. Ağır musiqini, çətin musiqini biraz, necə deyərlər, onun dinləyicisi az olur. Ona görə mən belə başa düşürəm ki, amma ki bizim kəndlərdə, yəni ki, xüsusilə qeyd eləmək istəyirəm, Abşeron, bizim bu Siyəzən zonası, Xızı zonası, onun cəmaatı da klarnet, yəni klarnet alətinə böyük sevgi bəsləyirlər. Yəni, biz çalışdığımız qədər, necə deyərlər, qoruyub saxlayırıq hardasa. Çünki bunu qorub saxlamalıyıq, çünki böyük ustadlar görmüşük. Yəni, o demək deyir ki, ustad sənin ustadın olsa, amma Ərizə Orucov bizim gözəl sənətkarımız, Allah ona can sağlığı versin. Hələ sizin kəndçi İsrafil Əzimov, İsrafil əməyini, qonşu kəndçimiz Vaqif, Həcə Vaqif, hələ mənim öz ustadım Çingiz Əliyev, nə bilim, Akif Qurbətov, çox vaxt mən görürəm, danışırlar, heç Akif Qurbətovun adını çəkən yoxdur. Akif Qurbətov bizim gözəl klarnet ifaçımız. Hüseyin Ağa, Dağlı Hüseyin Ağa əmi. Hüseyin Ağa əmi. Yəni, bunlar bizim böyüklərimizdir. Rəhmətə gedənlər var, sağ qalanlar var, Qobu kəndindən Qobul Əhməd gözəl bizim sənətkarımız olub. Həsən Əmon Qobu kəndindən. Əlibala Nuriyev. Gözəl bizim böyük sənətkarımız olub. Bizə qismət olmayıb onu görmək. Şirvan xanəndələri var, Bakı xanəndələri var. Və ümumi götürəndə bu ümumi Azərbaycan məktəbi. Yəni, xoş bizə ki, biz onu görürük və ağsaqqalları da görmüşük. Necə ki, Alxan əmi, Allah onu rəhmət eləsin. Necə Alim Qasımov, Arif Babayev, Səxavət Məmmədov, məsəl üçün, Qarabağ xanəndələrinə, yəni bizlərdə də Hacı Baba Hüseyin, yəni Əli Baba Məmmədov. İndi çox deyək, sadalama anlandı. Amma bunlar hamısı bir, necə deyək, bir əmalı bir olub ki, Azərbaycan musiqisi, Azərbaycan necə deyək, mədəniyyəti inkişaf eləsin. Və bu gün də var, həm bölgələrimizdə, yəni o qeyd edirəm, bölgələrimizdə də, həm Bakımızda da, Abşeronumuzda da gözəl musiqiçilər var. Allah hamısının da canını sağ eləsin. Çünki dərindən oturub fikirləşəndə hamımız bu Azərbaycan mədəniyyəti üçün, Azərbaycan incəsənəti üçün çalışırıq. Amma əsası odur ki, düzgün çalışmaq lazımdır. Düzgün də, yəni, dədə babadan bizə nə qoyub, miras qoyulubsa, onu biz ötürməliyik. Bu bizim boynumuzun
borcu. Xəyal bəy, mənim bir sual da maraqlıdır ki, məncə bu sual çox izləyicilərimizə maraqlı olar ki, hal-hazırda ümumiyyətlə Azərbaycanda musiqinin fəaliyyətini necə qiymətləndirirsiniz? Rəsul qardaşım, musiqiçinin təhsilindən, savadından, bir də istedadından asılı olan bir şeydir. Əgər musiqiçi gözəl ustadın yanında dərs alıbsa və yaxud da ki, hansısa bizim tədris müəssisəsində, Tom Azərbaycan yanında və yaxud da Bülbül adlı musiqi məktəbində, akademiyada, milli akademiyada və yaxud yəni hansısa bir ocaqda təhsil alıbsa, təbii ki, o musiqiçinin istedadı da varsa, yəni o gözəl musiqiçidir və o yəni bir qeyd elədiyim kimi bizim özümüzə xeyirdir, millət olaraq, Azərbaycan xalqı olaraq. Vay o gündən ki, musiqiçi gedir 2 dənə mahnı öyrənir, 3 dənə mahnı öyrənir və hansısa bir yollarla, reklam yolu ilə və yaxud çıxır meydana, doğru deyil. Amma bizim cəmaatın da gözü tərəzi deyil. Hələnki musiqiçilər 5 gün, 10 gün belə deyək, at oynada bilərlər. Sonra cəmaat da yəni, görür bunu. Cəmaat görür. Təbii ki, yəni də deyirəm, hər bir şey ustaddan asılıdır. Yəni, heç bir sənətkar deyə bilməz ki, mən hansısa bir ustaddan dərs almamışım. O demək deyil ki, onun yanına gedəsən. Məsəl üçün, mənim ustadım Çingiz Əliyev olub. Amma bütün böyük ustadlardan mən dərs almışam. Necə dərs almışam? Gedmişəm, baxmışam, öyrənmişəm. Onun toylar, məsəl üçün, o vaxt toylardır da. Toylarda gedmişəm, oturmuşam, qulaq asmışam bunlara. Və hərəsindən bir ki, hətta necə oturmaq, necə durmaq lazımdır. Cəmaatla necə rəftar eləmək lazımdır. Bu özü bir böyük məktəbdir. Bu məktəbi də gərək dərindən öyrənəsən. Əgər bir söz, mən keçən səfərdə bir verilişin birində çəkmişlər mənə, dedim ki, bizim Bakı cəmaatı biraz hər adamı öz qapısına buraxmaz. Qapısına buraxdığı adamda sənətindən əlavə, qabiliyyəti, qanacağı, oturuşu, duruşu, bunlar hamısı, yəni, musiqiçi sözü balaca bir sözdür. Musiqiçi sözü çox böyük bir sözdür və orada tek ifaçılıqla, yəni musiqiçi sənsən, sən Azərbaycan mədəniyyətini təmsil edən bir insansan. Bəli, doğru. Sən oturuşunda, duruşunda hər bir şey, yəni vəhdət daşımalıdır bir-birinə. Və bu gün şükür Allah'a ki, pis deyil, yaxşıdır. Yəni Allah'tan arzu edir ki, bizdən sonra gələn o cavanlar, indi mən də yaşlı deyirəm, amma ki, orta yaşın nümayəndəsiyəm. Yaxşılara, yaxşı musiqiçilərə, oturuşunu, duruşunu bilən, yerini bilən musiqiçilərə baxıb gələcəkdə onlar da elə hörmət sahibi olarlar inşallah. İnşallah. Sizcə bir musiqiçi üçün xanımla keçib rahat başlayaq. Sizcə hələ bir musiqiçi üçün tamaşaçı alqışı önəmlidir? Mən Rəsul qardaş bir söz deyim. Ola bilər ki, məsəl üçün hansı bir məclisdəsən, 100 adam var. Önəmlidir, bəli, önəmlidir. Nəyə görə önəmlidir? Orada 99 nəfər sənə qulaq asmaz. Amma o bir nəfəri sən tapmalısın. O bir nəfər üçün, yəni ki, o sənə qulaq asırsa, sən onu hiss eləməlisən və o musiqiləri sırf onun üçün ifa eləməlisən. Və inanın mənə ki, o 99 nəfəri də qulaq asacaq. Və siz musiqi seçimdə belə rol oynayır. Çünki nəyə görə deyirəm, bizim kəndlərdə, Abşeronda ümumiyyətlə toyxanada gəlib adama elə bir musiqi sipariş edə bilərlər ki, yaşından çox böyük. Yaşından çox böyük bir, yəni sən heç o musiqi yanında və yaxud da ki, o musiqi dəbdə olanda sən heç dünyada olmamısan. Bizim kəndlərdə belə şeylər var. Və ona görə də ən azı musiqiçi xəbər bilməlidir, axtarmalıdır, bilməlidir. Mən bu gün də axtardım. Mən bu gün də biliyorsunuz, hansı musiqi çıxır qabağıma, köhnə ustadlarının ifa elədiyi, özüm bilmirəmsə, böyük sənətkarlardan utanmıram. Sən gedirəm, deyirəm ki, deyir o, məsəl üçün, 70-ci illərdə bu dəbdə olub bu musiqi. Məsələn, 60-cı illərdə dəbdə olub bu musiqi. Yəni,
Hər şey insanın özünə asılıdır. Yəni insan öz üzərində daimi çalışmalı. Bəli, çalışmalı. Hətta bilirsiniz ki, ümumiyyətlə indi təbii ki, siz az öncə qeyd etdiniz ki, mənim də yaşım çox deyil, gənc nəsil nümayəndəsi sayılır. Yəni biz də göz açmışıq, təbii kənd yerində böyümüşük, Əmuzan kimlərdə böyümüşük. Göz açmışıq, həmişə görmüşük palatka toyları. İndi son belə deyək ki, 10 ildə daha çox restoran toyları dəbə minir. Və sizcə bu palatka toylarına tələbatın azalmağı nə ilə bağlıdır sizcə? Bilirsiniz necədir Rəsul qardaş? Və palatka toyu bir insanın qapısında bir xeyir işitsə, mesela uşaqlıqdan belə görmüşük ki, qonşu, indi dəbdəbəli palatkalar var, o da elə şeylər yox idi. Adi prezent idi, xalça idi. Hələ qonşular nitetkə zad gətirərdilər, məsəl üçün də biz xalçanın içində pambıqla da yazılır. Bəli. Hələ bir iş görərdi. Yəni bilərdin ki, bu insanın qapısında xeyir işidir. Onun toy axşamısı vardı, nə bilim, toydan sonra, məsəl üçün, toyda əziyyət çəkənlər üçün bir süfrə salınardı. Ağsaqqallar məsləhət eləyərdilər. Ağsaqqallar, indi bilirsiniz necə nədir? İndi cavan özü kimi istəyir, məsəl üçün, istəyir dəstədə, istəyir toyu, bilirsiniz, amma o vaxt elə deyildi. Mən də o vaxt ifa eləmirdim, amma görürdüm. Çünki bu işlə məşğul olurdum deyə, musiqi ilə məşğul olurdum, amma görürdüm. Bir də ki, bizim palatka toylarının, sizin sual indi bir də cavab verəcəm. Bizim palatka toylarının bir gözəl xüsusiyyəti var ki, bizim toyların hakimi var, sərbayısı var. O önəmli bir şeydir. Önəmli bir şeydir. Mən o elə bir şeydir ki, yəni ki, o toyu ağası var, hakimi var. O toyxana, o haçan istəsən, məsəl üçün də, yəni o görür də necədir vəziyyət toyxanada. Saxlaya bilər toyu. Onu eviyyəsi bir söz demək. Şəxsən bizim kəndimizdə, mən öz kəndimdən danışıram. Vallahi Aydın əmiyə rəhmət eləsin. Bizim kənddə Aydın əmi vardı. O qanilə ona rəhmət eləsin. Bizim o vaxtları saat 8-dən sonra uşaq toyxanada olmazdı. Amma musiqi ilə məşğul olan ki, uşaqlar vardı. Mən də uşaqdım onda. Bizə dedi, gəlin oturun orada, qulaq olsun. Və sərbayının çox böyük rolu var. Yəni toyun idarəçiliyində. Yəni insanlar çox böyük hörmət bəsləyir. Bəli, böyük hörmət bəsləyir. Məncə xüsusən Bakı kəndlərində olub bu adı, düzdür? Bakı kəndlərində də olub, bizim bölgələrimizdə də olub. İndi məsəl üçün biz sərpayı demişik, başqa bölgələrimizdə də hələ də bir cür masabəyi deyən olub. Amma bu sərpayı hörmətli insan olub, yəni sözü keçən olub. Yəni, məsəl üçün, Zirə kəndində bizim Şirbalan, Allah onu rəhmət eləsin. Və Süzün kənddə Xalid Qədəş, Allah... Bəli, Allah ömür versin inşallah. Yəni, çox, məsəl üçün, Məşdağı kəndə Əzbalayını, yəni, hər bir kənddə olub. Birinin adını deyən... Hər kənddə xüsusi insanlar olub. Sözü keçən adam olub ki, bu ev yəsi ona təhvil verib toyu, yəni, toy sənlidir. Və şükür o bir yağ deyirsiniz ki, restorana, mən onun, yəni ki, o qapıda toy başqa bir şey. Yəni, palatka toyunu daha çox sevirsiniz. Çünki qapıda toyun həm ləzzəti başqa olur, düzdür, əziyyəti var, amma ləzzəti də bir başqadır. Həm Allah bütün millətimizə toy qismət eləsin, qapısında, bütün arzusunda olanlar inşallah öz qapısında toy eləsinlər və ürək istəyən musiqiçiləri dəvət eləsinlər, xanəndələri. Necə ürəkləri istəyir, Allah bütün millətimizə bunu qismət eləsin inşallah. Sizcə bayağı musiqilərə niyə görə tələbat çoxalır? Real danışsaq. Bayağı musiqiyə... Siz daha çox ümumiyyətlə, belə deyək də, Bakı toylarında daha çox olursunuz. Şükür Allah ki, yəni ki, Bakı kəndlərindən danışırıq, Abşerondan danışırıqsa, yəni ki, bu bayağı musiqiləri biz elə ki, çalışırıq o bizim toylarımıza, yəni buraxmayaq, çalışırıq. Bayağı musiqi niyə bəyənilir? Çünki tez qablanılır. Başa-düşürsünüz, tez qablanılır. Ağır musiqini, çətin musiqini biraz necə deyərlər, onun dinləyicisi az olur. Ona görə mən belə başa düşürəm ki, amma ki bizim kəndlərdə, yəni ki, xüsusilə qeyd eləmək istəyirəm,
Abşeron, bizim bu Siyəzən zonası, Xızı zonası, onun cəmaatı da klarnet, yəni klarnet alətinə böyük sevgi bəsləyirlər. Yəni biz çalışdığımız qədər, necə deyirlər, qoruyub saxlayırıq hardasa. Çünki bunu qoruyub saxlamalıyıq, çünki böyük ustadlar görmüşük. Yəni o demək deyir ki, ustad sənin ustadın olsa, amma Əlirzə Orucov bizim gözəl sənətkarımız, Allah ona can sağlığı versin. Hələ sizin kətçi İsrafil Əzimov, İsrafil əməyini, qonşu kətçimiz Vaqif, Həcə Vaqif, hələ mənim öz ustadım Çingiz Əliyev, nə bilim, Akif Qurbətov, çox vaxt mən görürəm, danışırlar, heç Akif Qurbətovun adını çəkən yoxdur. Akif Qurbətov bizim gözəl klarnet ifaçımız. Hüseyin Ağa, Dağlı Hüseyin Ağa, əmi. Hüseyin Ağa əmi. Yəni, bunlar bizim böyüklərimizdir. Rəhmətə gedənlər var, sağ qalanlar var, Qobu kəndindən Qobul Əhməd gözəl bizim sənətkarımız olub. Həsən Əman Qobu kəndindən. Əlibala Nuriyev gözəl bizim böyük sənətkarımız olub. Düzdür, bizə qismət olmayıb onu görmək. Amma yəni onun zapisləri, zatları olub da biz qulaq asmışıq. Bu günlərdə, yəni indi ola bilər kimsə yadımdan çıxar, amma ki biz bunların hamısına qulaq asmışıq. Və uşaqlığımız da elə olub ki, toylara gediblər. Bunlar bizdə, məsəl üçün bir ilə Pirşağı kəndindədir, məsəl üçün Zabratda da, Əmircandadır, filan kes. Biz gedirdik, qulaq asırdıq onlara ki, bizim vaxtı sosial şəbəkə yox idi. Bizim vaxtda... İndi hər şey asanlaşır. İndi asandır, bəli, indi asandır. Amma vaxtda elə şey yox idi. Biz gedirdik, qulaq asırdıq, öyrənirdik. Onların da cavan vaxtı, Laçın vaxtları. Hacı Həmidoğlu, Allah onu qəni-qəni rəhmət eləsin. Nonxanın kəndinə. Yəni, bunların hamısının... Ümumiyyətlə, Bakı, mən deyərdim ki, böyük bir töhfə verir musiqiyə. Bəli. Təbii ki, siz demiş, az öncə qeyd ediniz ki, bölgələrimiz də burada xüsusi yer alır, biz bölmürük. Amma ki, Bakı məktəbinin də həmişə musiqidə böyük bir rolu olur. Bəli, necə ki, Qarabağ məktəbi deyilən bir şey var. Əslində, musiqi, mən bir söz deyim, musiqi eynidir. Necə ki, biz hamımız Azərbaycan dilində danışırıq, amma hər bölgəmizin öz ləhcəsi var və biz, məsələn, o ləhcə ilə bilirsən ki, bu insan hansı bölgədəndir. O tərəkəməni Bakıda da ifa edirlər, hansı bölgəmizdə də ifa edirlər. Amma ləhcə söhbəti var və onu sevdirmək, necə ki, Meyxana Bakı ləhcəsi ilə bəyənilibsə, musiqidə də elədir. Məsəl üçün, Qarabağ xanəndələri var, Şirvan xanəndələri var, Bakı xanəndələri var və ümumi götürəndə bu ümumi Azərbaycan məktəbi. Yəni, xoş bizə ki, biz onu görürük və ağsaqqalları da görmüşük. Necə ki, Alxan əmi, Allah ona rəhmət eləsin. Necə Alim Qasımov, Arif Babayev, Səxavət Məmmədov, məsəl üçün, Qarabağ xanəndələrinə, yəni bizlərdə də Hacı Baba Hüseynov, yəni Əli Baba Məmmədov. İndi çox deyək, sadalama anlandı. Amma bunlar hamısı bir, necə deyək, bir əmalı bir olub ki, Azərbaycan musiqisi, Azərbaycan necə deyək, mədəniyyəti inkişaf eləsin. Və bu gün də var, həm bölgələrimizdə, yəni onu qeyd edirəm, bölgələrimizdə də, həm Bakımızda da, Abşeronumuzda da gözəl musiqiçilər var. Allah hamısından da canını sağ eləsin. Çünki dərindən oturub fikirləşəndə hamımız bu Azərbaycan mədəniyyəti üçün, Azərbaycan incəsənəti üçün çalışırıq. Bunun əsası odur ki, düzgün çalışmaq lazımdır. Düzgün də, yəni, dədə babadan bizə nə qoyub, miras qoyubsa, onu biz ötürməliyik. Bu bizim boynumuzun borcudur. Mən bir sualda maraqlıdır ki, məncə bu sual çox izləyicilərimizə maraqlı olar ki, hal-hazırda ümumiyyətlə Azərbaycanda musiqinin fəaliyyətini necə qiymətləndirirsiniz? Rəsul qardaşım, musiqiçinin təhsilindən, savadından, bir də istedadından asılı olan bir şey. Əgər musiqiçi gözəl ustadın yanında dərs alıbsa və yaxud da ki, hansısa bizim tədris müəssisəsində, Tom Asırzeyn alında və yaxud da Bülbül adlı musiqi məktəbində, akademiyada, milli akademiyada və yaxud yəni hansısa bir ocaqda təhsil olubsa, təbii ki, o musiqiçinin istedadı da varsa, yəni o gözəl musiqiçidir və o, yəni bir qeyd elədiyim kimi,
bizim özümüzə xeyirdir. Millət olaraq, Azərbaycan xalqı olaraq. Vay o gündən ki, musiqiçi gedir 2 dənə mahnı öyrənir, 3 dənə mahnı öyrənir və hansısa bir yollarla, reklam yolu ilə yaxud çıxır meydana, doğru deyil. Amma bizim cəmaatın da gözü tərəzidir. Hələnki musiqiçilər 5 gün, 10 gün belə deyək, at oynada bilərlər. Sonra cəmaat da yəni, görür bunu. Cəmaat görür. Təbii ki, yəni də deyirəm, hər bir şey ustaddan asılıdır. Yəni, heç bir sənətkar deyə bilməz ki, mən hansısa bir ustaddan dərs almamışam. O demək deyil ki, onun yanına gedəsən. Məsəl üçün, mənim ustadım Çingiz Əliyev olub. Amma bütün böyük ustadlardan mən dərs almışam. Necə dərs almışam? Gedmişəm, baxmışam, öyrənmişəm. Onun toylar, məsəl üçün, o vaxt toylardır da. Toylarda gedmişəm, oturmuşam, qulaq asmışam bunlara. Və hərəsindən bir ki, hətta necə oturmaq, necə durmaq lazımdır. Cəmaatla necə rəftar etmək lazımdır. Bu özü bir böyük məktəbdir. Bu məktəbi də gərək dərindən öyrənəsən. Əgər bir söz, mən keçən səfərdə bir verilişin birində çəkmişlər mənə, dedim ki, bizim Bakı cəmaatı biraz hər adamı öz qapısına buraxmaz. Qapısına buraxdığı adamda sənətindən əlavə, qabiliyyəti qanacağı, oturuşu, duruşu, bunlar hamısı, yəni, musiqiçi sözü balaca bir sözdür. Musiqiçi sözü çox böyük bir sözdür və orada tək ifaçılıqla, yəni musiqiçi sən Azərbaycan mədəniyyətini təmsil edən bir insansan. Bəli, doğru. Sən oturuşunda, duruşunda hər bir şey, yəni vəhdət daşımalıdır biri. Sizcə hələ bir musiqiçi üçün tamaşaçı alqışı önəmlidir? Mən Rəsul qardaş bir söz deyim. Ola bilər ki, məsəl üçün, hansı bir məclisdəsən, 100 adam var. Önəmlidir, bəli, önəmlidir. Nəyə görə önəmlidir? Orada 99 nəfər sənə qulaq asmaz. Amma o bir nəfəri sən tapmalısan. Sizcə bu palatka toylarına tələbatın azalmalı, nə ilə bağlıdır sizcə? Bilirsiniz necədir, Rəsul qardaş? Palatka toyu bir insanın qapısında bir xeyir işitsə, mesela uşaqlıqdan belə görmüşük ki, qonşu, indi dəbdəbəli palatkalar var, o elə şeylər yox idi. Adi bir rezent idi, xalça idi. Hələ qonşular nitetkə zad gətirərdilər, məsəl üçün də. Xalçanın üstündə pambıqla da yazırdı. Bəli. Hələ bir iş görərdi, yəni bilərdin ki, bu insanın qapısında xeyir işidir. Onun toy axşamısı vardı, nə bilim, toydan sonra, məsəl üçün, toyda əziyyət çəkənlər üçün bir süfrə salınardı. Ağsaqqallar məsləhət eləyərdilər. Ağsaqqallar, indi bir söz necədir? İndi cavan özü kimi istəyir, məsəl üçün, istəyir dəstədə, istəyir toyu, bilirsiniz, amma o vaxt elə deyildi. Mən də o vaxt ifa eləmirdim, amma görürdüm. Çünki bu işlə məşğul olurdum, musiqi ilə məşğul olurdum, amma görürdüm. Bir də ki, bizim palatka toylarının, sizin sualında bir də cavab verəcəm. Bizim palatka toylarının bir gözəl xüsusiyyəti var ki, bizim toyların hakimi var, sərbayısı var. O önəmli bir şeydir. Bəli, önəmli bir şeydir. Mən o elə bir şeydir ki, yəni ki, o toyu ağası var, hakimi var. O toyxana, o haçan istəsən, məsəl üçün də, yəni o görür də necədir vəziyyət toyxanada. Saxlaya bilər toyu. Ona eləyəsi bir söz demək. Şəxsən bizim kəndimizdə, mən öz kəndimdən danışıram. Allah Aydın əmiyə rəhmət eləsin. Bizim kənddə Aydın əmi vardı. O qani-qani onlara rəhmət eləsin. Bizim o vaxtları saat 8-dən sonra uşaq toyxanada olmazdı. Amma musiqi ilə məşğul olan ki, uşaqlar vardı. Mən də uşaqdım onda. Bizə dedi, gəlin oturun orada, qulaq olsun. Və sərbayının çox böyük rolu var. Yəni toyun idarəçiliyində. Yəni insanlar çox böyük hörmət bəsləyir. Bəli, böyük hörmət bəsləyir. Məncə xüsusən Bakı kəndlərində olub bu adət, düzdür? Bakı kəndlərində də olub, bizim bölgələrimizdə də olub. İndi məsəl üçün biz Sərfayı demişik, başqa bölgələrimizdə də hələ də bir cür Masabəyi deyən olub. Amma bu Sərfayı hörmətli insan olub, yəni sözü keçən olub. Yəni, məsəl üçün, Zirə kəndində bizim Şirbalan, Allah onu rəhmət eləsin. Və Süzün kənddə Xalid
Qədəş Allah Bəli, Allah ömür versin Allah inşallah ömür versin xaricə. ona. Yəni çox məsəl üçün Məşdağı kəndə əziz balamı. Yəni hər bir kənddə olub. İndi birinin adını deyərəm. Hər kənddə xüsusi insanlar olur. Sözü keçən adam olur ki, Bəli. ev yesə ona təhvil verib toyu. Yəni toy sənnidir. Və şükür o bir yağ deyirsiniz ki restorana mən onun yəni ki o qapıda toy başqa bir şey. Yəni parka doyunu daha Bəli, çox bəli. sevirsiniz. Çünki qapıda toyun həm ləzzəti başqa olur. Düzdür, əziyyəti var. Bəli. Amma ləzzəti ilə bir başqadır. Həm Allah bütün millətimizə toy qismət etsin, qapısında bütün arzusunda olanlar inşallah Amin inşallah. öz qapısında toy eləsinlər və ürək istəyən musiqiçiləri dəvət eləsinlər, xanəndələri. Necə ürəkləri istəyir, Allah bütün millətimizə bunu qismət eləsin inşallah. Amin inşallah. Xəyal bəy, sosial şəbəkələrin birində bir yazı qabağıma çıxdı ki, sizin əsliniz Novxanın kəndindəndir. Bu barədə sizin biraz bizə danışırsınız. Bəli, mənim əslən, yəni atam tərəf Novxanın kəndindəndir, anam tərəf Pirşağı kəndindəndir. Amma Balaxanın kəndində də, yəni demək olar ki, 100 ilə yaxındır. Tam 100 ildə olmasa, 100 ilə yaxındır biz bu kənddə məskunlaşmışıq. Yəni mənim valideynlərim də bu kənddə doğulub, boya başa satıblar. Mən də bu kənddə doğulmuşam. Amma əslində heç vaxt dalanmıram. Çünki əslən mən Novxanı kəndindənəm. Yəni də qeyd edirəm. Ana tərəfində bizim Abşeronumuzun, Bakımızın Pirşağı kəndindəndir. Həm Novxanıda, həm Pirşağıda qohma arabam var. Sualı siz mənə verdiniz bu günləri. Yəni ona görə də belə də götürəndə hamımız Azərbaycanlıyıq. Ən əsasındayıq. Bakı əhliyik. Və yəni ki, mənim üçün tapılatı yoxdur. Yenə də deyirəm ki, Balaxanı da, Pirşağı da, Novxanı da, Əmircan da, nə bilim, Suluxanı da, Hökməli də, Nərdalan da, bütün kəndlərimiz mənim üçün əzizdir. Xəyal bəy, söhbətimiz çox maraqlı idi. Amma təəssüflər olsun ki, artıq biz getməliyik. Verişimizin sonuna yaxınlaşdıq. Həqiqətən də bu Balaxanda bugün olmaq, sizinlə həm söhbət olmaq bizə çox xoş oldu, qürur verdi bizə. Mən sizə işlərinizdə, bu gözəl sənətinizdə həmişə uğurlar arzulayıram. Çox sağ olun. Haçan da gəlsəz, yəni sizin qulluğunuzdayıq. Allah sizə can sağlığı versin, əziyyət çəkmisiniz, gəlmisiniz. Allah bütün işlərinizi avan eləsin. Sizə dərin təşəkkürümü bildirirəm. Dərin təşəkkürümü bildirirəm. Qızıl vaxtınızı ayırmışsınız, gəlmişsiniz mənə çəkməyə. Çox sağ olun. Allah necə deyərlər, bütün işlərinizi avan eləsin. Təşəkkür edirəm sizə. Çox sağ olun.